Bütün valideynler sizden ısrarla xahiş edirəm. Bu videonu diqqətlə izleyin ve bütün valideynlerle paylaşın. 13 yaşlı kız telefonun qurbanı oldu. Telefondakı oyunun qurbanı oldu. İndi bütün uşaqların elinde telefon var. Xahiş edirəm. Ha, bax elə bu dəqiqə paylaşın. Bütün valideynlər övladlarının telefonuna diqqət edəsin. Paytaxtın Binəqədi rayonunda mənzildə 13 yaşlı yeniyetmənin meyidi aşkarlanıb. Kəmalə Məmmədova Tərlan qızı evdə özünə qəsd edib. İddialara görə yeniyetmə qız hadisəni törədəndə evdə tək olub. Belə ki, Kəmalənin daya işləyən anasını gətirmək üçün evdən çıxan atası və qardaşı mənzilə girəndə yeniyetmənin meyidini asılmış vəziyyətdə tapıblar. Yəni anası daya olub, hardasa işdə olub, atası ilə qardaşı, qızın atası ilə qardaşı anasını gətirməyə gedib və birlikdə evə gələndə bu hadisəni görüblər. 13 yaşlı Kəmalə Rəsulzadə qəsəbəsindəki 143 saylı məktəbin şagirdi olub. Polis olmaq arzusunda olan yeniyetmənin mobil telefonunda Mavi Balina oyunu tapılıb. Onun sonuncu aldığı mesaj bu gün son günündə olub. Bundan sonra Kəmalə özünə qəsd edib.